Alıcının quraşdırılmasına baxırıq. Bu gördüyünüz boru, hansı ki bu boru Azərsuyun verdiyi o şəhər suyudur. O daxil oldu, bura kimi gəldi və biz buradan rakor vasitəsilə venti çək tutan və burada gördüyünüz kimi həmin çək tutandan sonra davam edəcək. Boçanka və Amerikanka qoyub, traynik atıb, yəni yolu götürmüşük. Manometr xəttidir. Burada rakor vasitəsilə Amerikanka gördüyünüz rakor və Amerikanka nə üçün açıb bunları götürməyə lazımdır. Rakor, Amerikanka qoyulur və burada daxil oldu su. Birinci yumuşaldıcıya, ikinciyə getdi. Buradan daxil oldu, üçüncüyə getdi və buradan daxil oldu və ventil qoymuşuq. Birincidə də qoymuşduq, hansı ki orada bağlayıb açmaq üçün daxil olsun su. Bir də bura qoymuşuq, bağlayıb açmağa və Amerikankanı yenə bura yerləşdirmişik. Amerikanka açılıb, bunda sökülüb, təzədən yığılmağa. Və yenə manometri gördüyünüz kimi bir girişində, bir çıxışında. Bu nə üçündür? Əgər orada manometr misal üçün 6 atmosfer, 4 atmosfer göstərirsə, burada 3 atmosfer göstərsə, deməli bu 3 dənə yumuşaldıcının birində tutulma baş verir. Sonra isə gördüyünüz kimi həmin yumuşalan su ventildən keçdi, manometrdən keçdi və daxil oldu, birinci ventildən keçdi. Buna deyilə solenoid. Bu hovuzda suyun dolma dərəcəsinə görə açıq bağlanan elektronik şeydir, elektronik məhsuldur. Burada görürsünüz iki ventili quraşdırılıb açıq bağlamağı və bunlar bağlanıb bu sökülməsi üçündür. Və buradan su dövr edib traynik vasitəsilə biri qazanxanaya gedəcək, digər isə boilerə gedəcək. Yəni iki dənə qalxacaq yuxarıda. Yuxarıdan divarın vasitəsilə biri qazanxanada boilerə, digəri isə qazanxanada soyuq su xəttinə birləşəcək. Bəs bu nə üçündür soruşsaz, yəni burada gördüyünüz kimi, əgər bizim gələcəkdə hər hansı bir aparatımızda yumuşalıcımız xarab olduğu zaman suyu buradan bağlayırıq və suları buradan bağlayırıq. Hər birini nə üçün? Buradan suyu verəcək, yəni buna deyilə cot su. Biz bu cot suyu artıq buradan veririk və qazanxana və daha doğrusu hovuz cot su vasitəsilə işləyir. Bax beləcə. Bu nə üçündür? Bax bunun bir daha izah edirəm. Bu ikisi həm bunu sökmək üçündür, həm bunu bağladıqda, bunu açdıqda, yəni gələcəkdə yumuşaldıcı işləmədiyi halda, bax bu yumuşaldıcılardır. Bunun hər hansı biri işləmədiyi halda biz bunu bağlayırıq və suyu açırıq, su buradan traynikə gedir və buradan geri qayıdıb tökülməsin deyə biz burada bunu qoymuşuq. Yenə traynik ventillə Amerikanka və rakor vasitəsilədir. Nə üçün rakor açılmır, Amerikanka amma açılıb çıxara bilir. Bu isə təzədən həmin yerində istiqamətə uyğundur. Yəni bu açılır, görürsüz, açılır, bağlanır. Bu açıldıqdan sonra bu ventil açılır, rakor yerində qalır, bunlar sökülüb, təmir olunur, yerinə quraşdırılır. Bir Amerika, bir rakor qurmaq daha məsləhətə uyğundur. Yenə manometr və burada bir dənə qayda həmin yerdə çək tutan qoymaq mütləqdir. Çək tutandan sonra manometri də qoymaq olardı, amma